Həzrəti Zəhra salamullah əleyhanın mübarək mövlud günü yaxınlaşır və bu gözəl, əzəmətli gün münasibətilə başda İmam Zaman ağaya və bütün dünya müsəlmanlarına təbrik deyirəm. Həzrəti Zəhranın dünyaya gəldiyi bu gün İslam dinində ən önəmli və əzəmətli günlərdən biri hesab edilir. Belə ki, bu günün müqəddəsliyinə dəlil olaraq Allah Taala Həzrəti Rəsul-i Əkrəmi müjdələyir və ona Quran-ı Kərimin Kevsər surasını nazil edir. Əziz İslam Peyğəmbəri Muhammed sallallahu aleyhi və alihi və səlləm dəfələrlə mühacir və ənsarların qarşısında Fatiməni yaranışdan bu günə qədər olan qadınların zinəti, dünyanın ən fəzilətli xanımı və cənnətin ən üstün qadını kimi tərif və təqdim edir. Fatimə-i Zəhra salamullah əleyha İslam dinində ideal qadın və həyatda xoşbəxtlik axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab edilir. O, xanımlar xanımı vəhiy və Quranla tərbiyə alan Peyğəmbər məktəbinin yetirməsidir. Həzrəti Zəhra salamullah əleyha əzəmət və dərəcədə elə bir uca mərtəbələrə yetişmişdir ki, o bütün xeyirlərin mənbəyini əldə etmişdir.